Bir dərmanın nadir ola biləcək yan təsirləri necə ortaya çıxa bilər? Gəlin bunu aydınlaşdıraq. Yəqin ki, siz də dərman alarkən dərmanın istifadə təlimatını oxumusunuz və orada yan təsirlər bölməsində hətta nadir rast gəlinə biləcək yan təsirlər bölməsini görmüsünüz. Bəzən buna görə, o əlamətə görə biz dərmanın istifadəsini hətta dayandırmışıq da. Nədir bu nadir yan təsirlər? Necə ortaya çıxır? Niyə tədqiqatda ortaya çıxmır? Əslində kliniki tədqiqatlar aparılarkən, ilkin kliniki tədqiqatlarda az insan üzərində tədqiqat aparılır. Onlarla, yüzlərlə, minlərlə insanlar arasında tədqiqat aparılır. Lakin dərmanın nadir yan təsirləri bəzən üzə çıxması üçün 10 mində bir ehtimalla, 100 mində bir ehtimalla ortaya çıxa bilər. Ona görə də dərman kütləvi istehsala, kütləvi satışa çıxarıldıqdan sonra, milyonlarla insan istifadə etdikdən sonra həmin nadir əlamətləri ortaya çıxa bilər və bu nadir yan əlamətləri toplayarlar, tədqiq edərlər və ondan sonra həmin təlimat kitabçasına yazmış ola bilərlər. Dərmanların nadir ola biləcək yan təsirləri kütləvi istifadədən sonra məlum olur və məsələn müəyyən olunur ki, müəyyən dərmanlar müəyyən istifadədən sonra qaraciyərdə, böbrəklərdə, sinir sistemində, ürək-damar sistemində fəsadlar törədə bilər. Buna görə də həmin dərman hətta sıradan, satışdan yığışdırıla bilər, çıxarıla bilər. Bütün bu əlamətlər elmin, tədqiqatın zəifliyi kimi qiymətləndirilmir. Əslində bu tədqiqatların davam etməsi, məlumatların toplanması elmin özünü düzəltmə metodu kimi də dəyərləndirilə bilər. Bir maddənin necə olur ki, dərman maddəsinə çevrilir, bunu bilmək istəyirsinizsə, ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında Dərmanların doğum prosesi adlı videonu izləyə bilərsiniz.